Salam, hər vaxtınız xeyir olsun dostlar. Dəfələrlə bildirmişəm, lazer epilyasiya prosedurlarının nəticəsini əldə etmək üçün seanslarda vaxtında iştirak etmək lazımdır. Həmin müddəti, intervalı uzatmaq lazım deyil. Lazeroloqun təyin elədiyi vaxtlarda mütləq şəkildə gəlmək lazımdır ki, istədiyimiz nəticəni əldə edək. Və proqram üzrə bildirilir ki, 6-8 seansa biz o nəticəni veririk, amma mənim pasientlərim artıq demək olar ki, çoxları 5 seansa demək olar ki, nəticəni əldə edir və həmin nəticəni əldə edən pasientlərdən birində bugün sizə təqdim edirəm. Qoltuq altı tərtəmiz. Təmizlənmə olmayıb baba. Bir də tük buradadır. Qollarda vəziyyətə baxaq. Belə görmədim, ona görə böyüdücü ilə baxaq tüklərə. Böyüdücü ilə baxırıq, qoldakı tüklər. Təmizlənmiş qol deyil, nəzərinizə çatdırım ki, nə tük varsa odur. Burada var. Tərtəmiz. Yəni demək olar ki, tərtəmizdir də qollar. Yəni super, nəticə əla.